Salam, hər vaxtınız xeyir. Laborantların imtahanına düşən mövzulardan birindən danışacağam bu gün. Deməli, qanunvericilikdən təhsil qanunvericiliyi. Onu da qeyd edeyim ki, təhsil qanunvericiliyindən əsasən maddə 1, maddə 2, maddə 12 və sair digərləri düşür imtahana, yəni düşən suallardan, mövzulardan biridir. İlkin olaraq maddə 1-ə baxaq, əziz müdavimlər. Deməli, maddə 1-də verilmişdir ki, əsas anlayışlar qeyd olunmuşdur. Deməli, abituriyent nədir? Yəni, bir çoxlarımızın da bildiyi, yəni ali təhsil müəssisələrinə yaxud orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs. Orta ixtisas təhsili müəssisələri, yəni bildiyimiz kolleclər nəzərdə tutulur. Abituriyent, yəni ola bilər orada yazılsın hazırlaşan, və sair bu kimi sözlər yazılsın. Sənədlərini təqdim etmiş şəxs olmalıdır. Yəni sənədləri əgər təqdim etməyibsə, yəni bu ildə hazırlaşmış ola bilər, gələn ildə hazırlaşmış ola bilər. Əsas odur ki, yəni orada daha dəqiq yadınıza saxlayın ki, müvafiq sənədləri təqdim etmiş şəxs abituriyent sayılır. Daha sonra, məsələn, adjunktura nədir? Adjunktura hərbi təhsil müəssisələrində doktoranturaya bərabər tutulan, yəni necə ki, ali təhsil pilləsi mövcuddur. Ali təhsil pilləsinin də öz səviyyələri vardır. Bakalavriat səviyyəsi, magistratura və doktorantura. Doktorantura ən yüksək səviyyəsidir və doktoranturaya da hərbi təhsil müəssisələrində, hərbidə də buna doktoranturaya adjunktura deyilir. Necə ki, magistraturaya tibbdə rezidentura nəzərdə tutulur, həmin magistratura səviyyəsinə tibbdə rezidentura deyilir. Daha sonra akreditasiya. Bu, təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına, yəni dövlət təhsil normalarına, standartlarına uyğunluğunun təsdiq edilməsi prosedurudur. Bunu da belə yadınızda saxlayın. Daha sonra attestasiyadır, sertifikatlaşdırmadır. Bunlar da yəni sadədir, başa düşülən, anlaşılandır. Bakalavrda zaten. Daha sonra distant məsafədən təhsil, yəni bir çoxlarımızın da bildiyi, yəni informasiya, daha doğrusu telekommunikasiya texnologiyaları vasitəsilə təşkil olunmuş təhsilə distant məsafədən təhsil deyilir və bu da öz növbəsində təhsil alma formasıdır. Təhsilin forması deyil, təhsil alma formasıdır. Daha sonra hansılar ki, düşən suallardır, daha sonra onları qeyd edirəm. Sırf məktəb laborantlarına imtahanına düşən suallar. Müsabiqə və müsahibə, yəni test imtahanı və müsahibə mərhələsində düşmüş suallardır. Hansı ki, evdə təhsil, əlavə təhsil nədir? Evdə təhsil nədir? Evdə təhsil, yəni burada yazılmışdır ki, müvafiq təhsil proqramlarına uyğun olur. Yəni necə? Tutalım ki, bir uşaq xəstədir, bu və ya digər səbəblərdən təhsil müəssisəsinə gələ bilmir. Müəllim yaxud müəllimlər həmin tədris prosesini həmin uşağın evində həyata keçirir. Yəni buna da deyirlər, yəni uşağın evə gələrək ona həmin dərsləri izah etmək, dərs keçmək evdə təhsil hesab olunur. Bu da zəruri hallarda ola bilər. Yəni hər bir halda olmur, zəruri hallarda olur. Daha sonra fərdi təhsildir. Fərdi təhsillə sərbəst eksternal təhsil bir-birinə bənzəyir. Yəni onları fərqləndirmək lazımdır. Fərdi təhsil odur ki, xüsusi istedadı ilə fərqlənən şagirdlər, ümumi təhsil xüsusi istedadla fərqlənən şagirdlər üçün tətbiq olunur. Yaxud da ki, təhsildən uzun müddət əsassız səbəb varsa, kənarda qalmış şəxslər üçün, şagirdlər üçün həyata keçirilir fərdi təhsil. Daha sonra isə keçək gimnaziya nədir? Yəni bir çoxlarımızın da bildiyi kimi humanitar sahədə xüsusi qabiliyyət
qabiliyyəti ilə fərqlənən şagirdlər üçün həmin təmayüllər üzrə təhsil xidmətləri göstərən təhsil müəssisəsidir. İnformal təhsil məsələn YouTube-da dərs öyrənirik, bax o, yəni özümüz öyrənirik. Bizə kimsə necə deyim, öyrətmir. Hər hansı bir kursa getmək, universitetdə dərsi dinləmək bu informal təhsil hesab olunmur. İnformal təhsil odur ki, yalnız özünüz öyrənirsiniz. Yəni özünüz araşdırırsınız Google-dan, YouTube-dan və s. və yaxud bir kitabdan öyrənirsiniz. İnnovasiya yeniliklər tərəqqi deməkdir. Bu təhsil sahəsində innovasiyadır. Yəni təhsil sahəsində olan mütərəqqi yeniliklərdir. Daha sonra bax məsələn kampusdur. Kampus yəni maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi, şəhərciyi nəzərdə tutulur. Kollecdir, yəni bayaq dediyim orta ixtisas proqramları əsasında sonda dövlət təhsil sənədi verən təhsil müəssisəsidir. Kollec deyəndə nəzərdə tutulur. Daha sonra burada liseydir, qeyri-formal təhsil. Qeyri-formal təhsil bax burada qeyd olunmuşdur. Qeyri-formal təhsil sonda dövlət təhsil sənədinin verilməsi müşayiət olunmayan təhsil formasıdır. Yəni ümumiyyətlə təhsilin 3 forması var. Formal, qeyri-formal, informal. Formal təhsil məsələn ümumi təhsil müəssisəsi, bakalavriat səviyyəsi, yəni universitetlər və s. bunlar sonda diplom verilir, attestat verilir. Bax bunlar formal təhsil hesab olunur. İnformal bayaq dediyim kimi özünü təhsil yolu ilə, qeyri-formal isə müxtəlif kurslarda, dərnəklərdə gedirik, ya dil öyrənirik, kompüter bilik alırıq. Sonda isə bizə heç bir dövlət təhsil sənədi verilmir. Bax bu nümunə gətirmək olar. Daha sonra burada təhsil nədir? Bu müsahibəyə düşmüş sualdır. Bunu əzbər yadınızda qalsa daha yaxşı olar. Təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi hesab olunur. Daha sonra təhsil məhsulu da təhsil layihələri, təhsil modulları, daha sonra tutor ali təhsil müəssisəsində akademik məsləhətçi, hansı ki, tutor ali təhsil müəssisələrində magistr təhsilinə malik, ən azı magistr təhsilinə malik olan, yəni tam ali təhsilə malik olan şəxslərdir. Onlar həm də təhsil verəndir. Yəni həm də müəllim kimi də öz vəzifələrini yerinə yetirirlər. Daha sonra maddə 2. Maddə 2-də bax nə düşür? Məsələn, sual verilir ki, testdə bu qaydalar, yəni təhsil qanunvericiliyi hansı təhsil müəssisələrinə şamil edilmir? Bəzi variantlar verilir. Orada məsələn ola bilər ki, dini təhsil müəssisələri. Dini təhsil müəssisələri ümumiyyətlə bunu bir qayda olaraq yadınızda saxlayın ki, dini təhsil müəssisələri təhsil qanunvericiliyi buna şamil olunmur. Dini təhsil müəssisələri və bununla yanaşı konsulluqlardır, belə deyim də, diplomatik nümayəndəliklər və konsulluqlar. Azərbaycan Respublikasının fəaliyyət göstərən dini təhsil müəssisələrinə hansı ki, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir. Daha sonra maddə 3-dür. Burada prinsiplər var, 10 prinsip var. Yaxşı olar ki, öyrənəsiniz. Səmərəlilik, keyfiyyətlilik, bərabərlik odur ki, yəni bütün vətəndaşlar üçün bərabər şərtlər əsasında, yəni heç bir ayrı-seçkilik olmadan bərabər şərtlər əsasında təhsil almasına imkanları yaradılması və təhsil hüququnun təmin olunmasıdır. Demokratiklik də eləcə də burada qeyd olunmuşdur. Humanistlik, səmərəlilik, keyfiyyətlilik,
fasiləsizlik, vəhdətlik, daimilik. Hər bir vətəndaşın fasiləsiz təhsil almaq hüququ vardır ümumiyyətlə. Varislik, yəni təhsil sahəsində əldə olunmuş bilik və təcrübə ümumiyyətlə varislik, yəni növbəti nəslə ötürülməsi ilə prinsipi ilə yanaşılır. Liberallaşma da liberal ümumiyyətlə azadlıq deməkdir. Liberal sözünün mənası azadlıq deməkdir. Yəni bunu liberal görən kimi belə başlayın. Yəni azadlıq, yəni fəaliyyətin açıqlığının genişləndirilməsi, fəaliyyətin açıqlığı genişləndirilməsi, yəni azadlığının da bir növ yəni sərbəstdir. Daha sonra inteqrasiyada bildiyimiz kimi, yəni uyğunlaşma, ona uyğunlaşdırılmasıdır. Yəni milli təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılmasıdır. Daha sonra təhsilin məqsədi. Yaxşı olar ki, təhsil qanunvericiliyinin hamısını oxuyasınız, bütün maddələri. Daha çox burada lazım olan maddə 1, maddə 2, yəni düşən suallar, dini təhsil müəssisələri və xarici dövlətlərin diplomatik konsulluqları və nümayəndələri bunları öyrənin. Təhsil standartları, tədris dili. Tədris dili bax bu da düşən suallardandır. Azərbaycan Respublikasında təhsil müəssisələrində tədris dili dövlət dilidir. Dövlət dili də deyə bilərsiniz, Azərbaycan dili də deyə bilərsiniz. Lakin hansı ki məsələn rus sektorunda, ingilis dili sektorunda xarici dildə keçirilsə də coğrafiyadır, Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası, Azərbaycanın tarixi, coğrafiyası keçirilir, ədəbiyyatı keçirilir. Yəni rus sektoru isə Rusun tarixi, coğrafiyası yox, yəni Azərbaycanınki keçirilir. Aydındırmı? Daha sonra əsas hissələrdən izah edeyim. Təhsilin formaları bayaq dedim. Təhsil alma formaları. Bunları qarışdırırlar. Təhsil alma formaları, hətta burada əlavələr də ola bilər. Stasionar təhsil də təhsil alma formasıdır. Kim nəyisə başa düşməzsə yaza bilər. Yorumlarda yazın. Mümkün qədər köməklik göstərməyə çalışacağam. Maddə 14 də bax düşən mövzulardan biridir. Təhsil müəssisəsi. Mülkiyyət növünə görə, yəni dövlət təhsil müəssisələri var, bələdiyyə təhsil müəssisələri, özəl təhsil müəssisələri. Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrinin daxili nizamnamələrini dövlət təsdiq edir və bu dövlətin təhsil sahəsində olan vəzifələrindən biridir. Bələdiyyə və özəl təhsil müəssisələrində isə dövlətin vəzifələrindən biridir ki, rəy versin. Yəni bələdiyyə və özəl təhsil müəssisələrində deməli daxili nizamnamənin nümunəsinə rəy vermək dövlətin vəzifələrindən biridir. İndi o da qarşıdakı dövlətin vəzifələri, təhsil alanı və təhsil verənlərin, valideynləri və qanuni nümayəndələrin deməli vəzifə və hüquqlarında, yəni o hissələrdə qeyd olunmuşdur. Onu da ayrıca oxuyub öyrənin. Çox vacib bir hissədir. Təhsil müəssisəsinin növləri qeyd olunmuş. Körpələr evi, uşaq bağçası, yəni həm körpələr evi, həm uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri də təhsil müəssisəsinin növlərindəndir və burada bir çoxları qeyd olunmuşdur. Təhsilin pillələri və səviyyələri ayrı-ayrı anlayışlardır. Bunu da qarışdırır bəzən müdavimlər. Səviyyə pilləyə daxildir. Pillə daha belə yadınıza saxlayın ki, daha yuxarıda olandır. Məsələn, ali təhsil pilləsi. Ali təhsil pilləsinin də öz səviyyələri vardır. Daha sonra təhsil müəssisəsinin təsisçisi, bunu da oxuyun. Bax pillə və səviyyələr burada qeyd olunmuşdur. Maddə 17-də məktəbəqədər təhsil oxuyun. 5 yaşlı uşaqlar üçün ümumiyyətlə məktəbə hazırlıq zəruridir. Yəni vacibdir. Yaxşı olar ki, daha sonra bax bu maddələr hamısı vacibdir. Maddə 32 də vacibdir. 32-də 29-dan da başlayır dövlətin vəzifələri.
Bax bunlar. Təhsil müəssisəsinin idarə olunması. Aha, maddə 31 təhsil prosesinin iştirakçıları. Yəni iştirakçıları deyək, təhsil verənlər və təhsil alanlar. Kimlərdir təhsil verənlər, kimlərdir təhsil alanlar? Hətta dayə də kurator, rezidentlərin kuratorları. Bunlar bax təhsil verənlərdir. Tərbiyəçilər, defektoloqlar, loqopedlər, uşaq birliyi rəhbərləri, bax bunlar kitabxanaçılar, bunlar təlimatçılar və sair və ilaxır. Bunlar təhsil verənlərdir. Təhsil alanlar da kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, uşaqlar. Bunlar təhsil alanlardır. Bir də onu deyim ki, kimlər pedaqoji işlə məşğul ola bilməz? Məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər və yaxud məhkəmə tərəfindən ağır və ya xüsusilə ağır cinayət törətməsi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər. Ümumiyyətlə, məhkəmə tərəfindən pedaqoji fəaliyyətlə məşğul olunması qadağan olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Aydındırmı? Aha, maddə 32, 33 bunlar da vacibdir. Növbəti videoda isə bunları izah eləyəcəyəm.